Ay həkimin bugünkü qonağı gastroenteroloq endoskopist doktor Bəxtiyar İsmayılovdur. Endoskopistin isə işi mədə-bağırsaq sistemini görüntüləmək və diaqnozunu qoyub yenidən həmin xəstəni ya terapevtin və ya da hepatoloqun üzərinə göndərmək. Və bunun üçün dünyada qəbul edilmiş qızılı standart sayılır. Yəni burada ən dəqiq diaqnoz bu sayılır. Çünki biz lazım olanda mədə-bağırsaq sistemində biopsiya alırıq, lazım olanda onun iç təbəqəsini görüntülənməsini tam olaraq pasiyentin məlumatını veririk. Yəni bizim gözümüzdən qaçırsa hər hansı bir diaqnostik olaraq, demək ya görüntü olaraq zəif olması bizim gözümüzdən qaçırda bilər. Bir də həkim diqqətsizliyi. Yəni burada hər işinə diqqətli olan, yəni müasir aparatlarla işləyən həkimlər və yaxud da diqqətli olan həkimlər və mədə-bağırsaq sistemi, yəni biz ilk öncədən kolonoskopiya edəndə xəstələrə bağırsaqların təmizlənməsi üçün xüsusi dərman veririk. Əgər o doğru düzgün içməyibsə, təmizləməyibsə, hər hansı bir nəcis kütləsi mayenin altında həmin seyirli qışarın iç təbəqəsini görməyə bilirik. Yəni bizdən asılı olmayan səbəblər odur. Bəzən də görürsən çox xırda poliplər falan ola bilir ki, kütlənin altında gizlənir. Ondan xaric, yəni diqqətli olan, işinə diqqətli olan mədə-bağırsaq sistemi haqqında %100 dəqiq məlumat verir. Bu dünyada qəbul olunmuş, yenə deyirəm, qızılı standartdır. Bundan o tərəfi yoxdur.